Sual 1. Orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Bizim açar sözümüz toxumalardır. Əgər biz testdə toxumaları görürüksə, deyirik ki, zülallardan söhbət gedir. A variantı. İkinci sual. Qidanın orqanizmdə mənimsənilməsini asanlaşdırmaq üçün zəruri amildir. Əgər qidanı orqanizmdə asanlaşdırırıqsa, cavabımız C variantı, liflərdir. Üçüncü sual, orqanizmdə gedən proseslərə nəzarət edir. Təbii ki, mineral maddələr. Dördüncü sual, orqanizmdə gedən prosesləri ilk növbədə maddələr mübadiləsini asanlaşdırır. Açar sözümüz nədir? Maddələr mübadiləsi. Əgər maddələr mübadiləsini asanlaşdırır, görürüksə, deməli cavabımız sudur. D variantı. Beşinci sual. Orqanizmi fiziki funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təcsis edir. Əgər açar sözümüz enerjidir, enerji ilə təcsis edir görürüksə, yağlar və karbohidratlardır. Beşinci sual B variantı. Altıncı sual. Sağlam damaq və tez sağalmaq. 2024-cü ilin MİQ sualıdır. MİQ-də iştirak edənlər bu sualı gördükdə artıq tanıyacaqlar. 2024-cü ilin MİQ sualı. Baxın, əgər açar sözümüz nədir? Biz damaq görürüksə, deyirik ki, C vitaminidir. B variantı. 7-ci sual. Sağlam sümük iliyi və qan. Əgər siz testdə sağlam sümük iliyi və qan sözünü görsəz, deyəsiniz ki, B12 vitaminidir. 7-ci sualda cavabımız D variantı. 8-ci sual. Sağlam sümük və diş. Açar sözümüz dişdir. Əgər siz testdə diş görsəz, deyəsiniz ki, vitaminləri biz açar sözlərindən yadda saxlamışıq. D variantıdır. Növbəti sualımız qan laxtalanmasını tənzimləyir. Əgər siz testdə qan laxtalanmasını tənzimləyir sözünü görürsünüzsə, bu K vitaminidir. Sağlam göz və dəri. Testlərdə vitaminləri əzbərləyəndə biz sağlam göz sözünü görsək, cavabımız A vitaminidir. 11-ci sual. Orqanizmdə doymamış yağları sabitləyir. Cavabımız C variantı, yəni Y vitaminidir. 12-ci sual. Orqanizmin neçə faizi sudan ibarətdir? Təbii ki, orqanizmin 60-70% sudan ibarətdir. Oksigen qida maddələri aktiv maddələrlə zəngin qan bu damarlarla ürəkdən orqan və toxumalara daşıyır. Əgər bu damarlar ürəkdən orqan və toxumalara daşıyırsa və birinci açar sözümüz oksigen sözünü görürüksə, deməli cavabımız A variantı. Arterialdır. 14-cü sual. Ən kiçik damarları olub, arterial və venalar arasında yerləşir. Təbii ki, arterial və venalar arasında yerləşməsini görsək, cavabımız nədir? Kapillyar. C variantı. 15-ci sual. Toxumalardakı mübadilə məhsulları karbon qazı. Siz açar söz kimi karbon qazını görsəz, deyəsiniz ki, cavabımız 15-də D variantıdır. 16-cı sual. Doğru olmayan variantı göstərin. Bir suallara baxsaq, görürük ki, A variantı, B, C variantı doğrudur. Təbii ki, burada ürək sözünə görə deyirik ki, D variantı doğru olmayan cavabdır. 17-ci sual. Onurğa beyni neçə segmentdən ibarətdir? Cavabımız B variantı, 31. İnsanın əzələ lifləri neçə cür olur? İnsan əzələ lifləri 3 cür olur. 19-cu sual. İnsan orqanizmində fəaliyyət göstərən bütün orqan və funksional sistemlərin norma daxilində ahəngdar fəaliyyətidir. Fiziki rifah. 20-ci sual. Görmə funksiyasına müsbət təsir göstərir. Gecə görməni xeyli yaxşılaşır. Təbii ki, sizin cavabınız nədir? C variantı. Riboflin. 21-ci sual. Dayaq hərəkət aparatı nədən ibarətdir? Dayaq hərəkət aparatı nədən ibarətdir sualına baxanda görürük ki, cavabımız nədir? Sümük və əzələdən ibarətdir. D variantı. 22-ci sual. Tənəffüs aparatında ən vacib orqan hansıdır? Tənəffüs aparatında ən vacib orqan ağciyərdir. 23-cü sual. Tənəffüs növünə aid olmayanı seçin. Döş, qarın, qarışıq. Təbii ki, D variantı aid deyil. 24. Tənəffüs aktı nədən ibarətdir? Nəfəs alma və nəfəs vermədən. Doğru cavab B variantı.
25. Baş boyun irəli əyilir, belin təbii əyriliyi artır, döş qəfəsində kifoz. Açar sözümüz. Döş qəfəsində kifozu görsəz, deyirsiniz ki, bu dairəvi kürəkdir. 25-ci sualda B variantı. 26. Belin təbii lordoz əyriliyi. Qarın əgər lordoz sözünü görürsünüzsə, deyirsiniz ki, bu dairəvi əyilmiş kürəkdir. 27-ci sual. Sinə və belin təbii amortaziya sözünü görəndə artıq hər biriniz bunun cavabını bilirsiniz. Açar sözlə C variantı. Yastı əyilmiş küləkdir. 28. İnsan bədənində sintez olunmayan vitamin. C vitamini insan bədənində sintez olunmayan vitamindir. 29. Boyun artmasına təsir göstərən vitamin. A vitamini boyun artmasına təsir göstərir. 30-cu. Qüsurlu qamətin əlamətini seçin. Çiyinlər asimetrik vəziyyətdədir. Xeyr, bu variant səhvdir.